doğma ana dilinin vurğunu olan əziz müəllimlər və şagirdlər. Xoş gördük. Ana südü ilə ruhuna vətən sevgisi və dil şirinliyi olmuş değerli dostlar. Bugün 21 fevral Beynəlxalq Ana Dili Günüdür. Bugün dünyadaki bütün xalqlar öz dilini uca tutur. Lakin bizim üçün bu günün mənası daha dərindir. Çünkü bizim dilimiz qanla qazanılmış. Tarixin süzgecinden ve keçmiş ve dövlət dili stasına ucalmış müqəddəs bir xəzinədir. Sözümüzün dilimiz var, Azerbaycan dili. Ve çok da güzel dili. Çok zengin dilimiz. Çok böyle lezzetli dilimiz. Benim için Azerbaycan dili bir şey demez. Milletin milliliğini saklayan Danış mənim ana dilim, danış mənim bal dilim, yad dillerin yanında daha bəsdir sustuğum. Eşitdiyin sözleri başka dilde dinleyip, başka ruhda yaşayıp, danışmadan, dinmeden bəsdir qulaq astığın. Danış, xoşbəxtlik bir xalqın öz dilinden başlayır. Azadlığın yolları müstəqillik deyilən temelinden başlayır. Bir milletin varlığı zirvelere həmişə qeyrətiyle ucalan torpağından başlayır. Səndə ayak koyup gəzdiyi torpağından başlayır. Danış çatdır hər kəsə bir xalq kimi mən kiməm, millət kimi, dövlət kimi mən kiməm. Bilməyənlər qoy bilsin hansı bayraq,
Hansı torpaq mənimdir? Hansı nəğmə, hansı alət, hansı keçmiş, hansı adət mənimdir? Danış mənim ana dilim, tariximin silinməyən izləri. Danış mənim bal dilim, qoy yaşasın sözlərin. Ey ölməyən sağ dilim, nağıl dilim, lay lay dilim, can dilim. Yaşa benim en aziz Azerbaycan dilim.
Biz ana dili tədbirindəyik. Sən isə öz dilini unudursan. Əşi, nə fərqi var? Əsas odur ki, sən məni understand eləyirsən. İndi hamı modern danışır. Dayan oğlum, dil yalnız ünsiyyət vasitəsi deyil. Dil yalnız ünsiyyət vasitəsi deyil. Hər yaşlı dilimizə daxil olanda bir tariximiz itir. Sən evet deyəndə tərbiyyə iştirakçıları inciyir. Sən everyday deyəndə minillik artıq sözümüz unudulur. Bağışlayın müəllim, mən sadəcə fərqli görünmək istəyirdim. Fərqli görünmək istəyirsənsə, dilimizin zənginliyindən istifadə elə. Gör Şəhriyar nə gözəl deyib. Türkün fəsih dili ilə ötüşməz heç bir dil. Danışmağı ar bilən, fikir ver titrəyən bu qırıq tellərə sən. Qəlbimin qanındanmı gəldi bu ana dili, yoxsa min illərin səsidir bu sədalar. Sənə bənzətməsən, sən mənim deyilsən. Dilimdə kəlməm, kəlmə sən mənim deyilsən. Öncə dilim neymətləri, qonaq gəlirsən. Vallah mənim deyilsən, billah mənim deyilsən. Dilim varsa mən də varam, azadam. Bu dünyada insanoğlu insanam. Harda olsam mən öz ana dilimlə, öz yurduma, öz kökümü tanıram. Ana dilim bal kimi, danışmaqdan doymuram. Mən onun neçə dili içində qoruyuram. Anamın laylasıyla mən boyatıb böyüdüm. Onun şirin diliyle fərəhlənib öyündüm. Çoxlu nağıl söyləyib nənə bu dildə mənə. Əlifbanı öyrəndim mən sevinə-sevinə. Çox sevirəm yurdumu, bayrağımı, himnini. Mən sevirəm anamı, həm də ana dilimi. Bak yazı şehir mehriban diyar. Sinemle boyadım oldum bahtiyar. Sen benim eşkimin yadigarım var. Sen benim söhbetim, şerefim, şöhretim, tükenmez dövletim, azizim sen. Sen benim söhbetim, şerefim, şöhretim, tükenmez dövletim, azizim sen. Gözler baktım. Baktıca doymuram gözlerinden. Şirinletme gelen sevimlisin sen. Her yerde her yanda diyeceğim ben. Sen benim söhbetim, şerefim, şöhretim, tükenmez dövletim, azizim sen. Sen benim söhbetim, şerefim, şöhretim, tükenmez dövletim, azizim sen. Gözler var.
dil bizim kimliğimizdir. Harici dilləri öyrənmək vacibdir. Amma öz ana dilimizi qorumaq və düzgün istifadə etmək daha da vacibdir. İndi isə şagirdlərimiz maraqlı bir təqdimat hazırlayırlar. Öz çıxışları ilə sizə təqdim edəcəklər. Kupka yok, sünger. Cüce yok, artı. Kraska yok, boya. Çık yok, temiz. Ruçka yok, kalem. Zajgalka yok, alışkan. Ruçka yok. İnsan. Çengel, virka yok, çengel. Koska yok, saat. Delik yok, senkli saat. Sumka yok, çanta. Yok, lütfen. Kravat yok, yatak. Kuruş da yok sadece. Ruh yok, sikat. Kargo yok, zirzemi. Layla dedin ana bu dilde, dalı damadındadır sevgisi kalbimde. Dede Turgut yadigarım, şanlı tarihim. Sen benim şerefim, hem de tarihim. Büyük Fuzuli'nin zaman sensiz bu dünyada tutmaz bir nefes. Ana dilim, şirin dilim, al dilim. Seni besleyin benim bu dilim. Azerbaycan ruhumun dönen geldi. Sensin halkımızın en büyük remzi. Ana dilim, şirin dilim, al dilim. Seni besleyin benim bu dilim. Azerbaycan ruhumun dönen geldi. Sensin halkımızın en büyük remzi. Vakiften burnumdan süzüp geldim. Dersini ilişkiyle gönlüme dindim. Sen oldun bir çırak, El çalı yakmayın. El çal. biz seni güzelliği El çalı yakmayın. El çalı sarı. El çalı yak sarı. Sen el çal. Sarı. Sen
Gəlin bir daha söz verək ki, bizə miras qalan bu ulu dili hər zaman uca tutacağıq. Birlikdə deyək, hamımız deyək, dilimiz varlığımızdır, bayramınız mübarək. İndi isə sözü öz fikrini almaq istəyirik, İradə müəlliməyə vermək istəyirik. Zəhmət olmasa buyurun. Çok sağ olun. Bugün gördüğünüz gibi bazı şagirdlerimiz ilk defadır çıkış edir bu səhnədə ve ana dili gününe ait birinci defadır biz belə təqdimat yaratdıq. Yəni uşaqlar bunu hazırlayıb öz tərbiyəçi müəllimləri ilə birlikdə. Birincisi uğurlar arzu edin bu uşaqlara. Çünkü gördüğünüz gibi şiir diyen, tamaşa hazırlayan, mahnı okuyan uşaqlarımız var, çalışıblar, güzel ifa etsinler. Bundan da güzel çıkışları olsun. Sağ olun, çok sağ olun uşaqlar. Ama axırıncı mahnını ben istəyərdim ki, ana dili mahnısını hamısı okusun. Öğrenersiniz ve okuyarsınız. Yaxşı? Buradan çıkarmayın. Ve hatta salda eğleşen uşaqlarımız da ana dili bizim əziz dilimizdir, öz dilimizdir. Siz ana dilini bilməsəz, bu dildə danışmasaz, bir-birini necə başa düşərsiniz? Ona görə bu mahnının sözlərini elə siz də bilsəz, pis olmaz. Və səs verib, səhnədəki uşaqlarla birlikdə oxuya da bilərik. Bəlkə bir də səsləndirək mahnını. Çalışaq.